Yeni mövsümdə ilk mövzumuz backend olacaq, backend proqramlaşdırma və qonağımız Push 30 şirkətində backend developer kimi çalışan Mustafa Mustafayevdir. Praktik etmək üçün də sən səbirli formada bir neçə servis hazırlamalısan, onların üzərində işləməlisən, onların arasındakı o əlaqəni qurmalısan. Mən nə işlə burada məşğul olacağam və gördüm ki, yox, o məni geri atır. Yəni mən maaşa qaçmamışam, daha üstün maaşı idi. Yəni çox təzə başlayanda bütün şirkətlərə CV atması, allı-güllü CV atması mən düşünürəm ki, doğru deyil. Səbəb ondan ibarət ki, amma kiçik bir şirkətə gedib oranı qaldırmaq və ya banka gedib hər gün bir iş ilə əlləşmək və s. və axır bunun təcrübəsi tamam başqa. Çünki RESTful-un o 6 prinsipi var ki, biz o 6 prinsipə içmən daxil hamımız əməl etmirik. Mənə görə gedib müsahibədən kəsilmək o demək deyil ki, hansısa namizəd demotivasiya olmalıdır. Əksinə Salam hamıya. Bu gün IT Talks Azərbaycanın növbəti çəkilişidir. Yeni mövsümdə yeni qonaqlarla qarşınızdayıq. Yeni mövsümdə ilk mövzumuz backend olacaq. Backend proqramlaşdırma və qonağımız Push 30 şirkətində backend developer kimi çalışan Mustafa Mustafayevdir. Mustafa, xoş gəlmisiniz. Xoş gördük. Çox sağ olun dəvət üçün. Bu gün ümid edirəm ki, izləyicilərimiz üçün maraqlı bir çəkiliş olar, faydalı olar. İnşallah. Kamran, sən də xoş gəlmisən. Təşəkkür edirəm, gəldiniz. İlk növbədə icazə versən, imkan versən, bilirəm ürəyim doludur. 2 aydır ki, biz çəkiliş etmirdik. Yeni mövsümə bu ildən start verdik. İlk öncə icazənlə Arif müəllimi təbrik eləyək yeni studiyası ilə. Bəli, sağ olsun. Düzdür, bizə endirim eləmədi, amma eybi yox. Biz yenə də onu təbrik edirik. İşlərində uğurlar arzu edirik. Amin. Bizim ürəyimiz genişdir. Bəli. Bizim ürəyimiz genişdir. Belə vaxt uzatmadan məncə başlayaq da, yoxsa adətən Adətən yox, onu pozmaq olmaz. Uzun illər davam eləsin. Ümumiyyətlə bu gün Mustafa bəy backend haqqında danışacağıq. Yəni təkcə məsələ işin texniki tərəfi deyil. Biz istəyərdik ki, elə izləyicilərimizə öz təcrübələrinizi, yəni belə deyim də o işin xəmirindən gələn bütün proseslərin hamısını deyəsiniz, nələr olur, nələr başınıza gəlib, nələr yaşamısınız, ümumiyyətlə bu yerə necə gəlib çatmısınız və s. hamısını. Ümumiyyətlə birinci sualı olsun ki, backend deyəndə sizin üçün onun mahiyyəti nədir? Kimdir əsl backend? Kimdir əsl backend olsun? Əvvəlcə backend nədir baxsaq, backend biznes məntiqini özündə saxlayan bir sistemdir. Hansı ki, bu bizdə olan, bu database-də olan məlumatları doğru, təhlükəsiz formada front-endə ötürən bir sistemdir. Və backend kimdir sualına baxsaq, daha çox belə deyək də arxa tərəfdə işləyən, görünməyən, kodları yazan o insanlara deyə bilərik bu backendi. Hansı ki, o bir söz də var, front-end gözəl görünür, yəni front-end çox yaxşıdır, amma ki userların, yəni istifadəçilərimizin hər bir toxunuşunda bu backendi biz görürük. Məsələn, register olur, qeydiyyatdan keçir, login olur və digər bütün proseslərdə əslində arxada bir backend kodu işləyir. Bir haşiyə çıxım. Bizə IDTech Akademiyaya bir çox tələbələr gəlir və onlar proqramlaşdırma sahəsinə keçid eləmək istəyəndə front və back ilə bağlı belə deyim də bilmirlər də bir dilemma yaşayırlar. Mənim çox maraqlıdır ki, yəni biz o tələbələrə necə bir yol göstərək və onlara necə izah edək? Onlara real iş mühitindən, yəni tutaq ki, götürək hər hansı bir application. Frontun harda olduğunu, backin harda olduğunu, nə iş görəcəklərini istəyirəm ki, siz çatdırasınız. Həmçinin tədris tərəfdən, məsəl üçün backend development üçün adamlar gəlir deyir ki, mən 5 aya, 6 aya bunu öyrənmək istəyirəm. Və həqiqətən belədirmi? Biz onlara 5-6 aya bunu öyrədə bilərikmi və s. Yəni bu iki sualı istəyərdim bir ətraflı cavab verəsiniz. Əvvəlcə biraz bəzi yanlışlar var ki, çox bizdə insanlar gəlir birinci frontu öyrənir. Frontu öyrəndikdən sonra yəni frontu bir başlanğıc kimi görürlər. Bu əvvəllər 2010-dan 2015-ə qədər bəlkə belə ola bilərdi. Çünki orada sadəcə kiçik texnologiyalar vardı, HTML, CSS, kiçik dediyim, yəni daha indi kiçik texnologiyalara Angular, React və digər şeylər yox idi. Ona görə də frontu öyrəndim, sonra back-end'ə keçərəm deyirdilər. Amma əslində bu doğru yanaşma deyil. Hal-hazırda məsələn front da tamam bir ayrı dünyadır və back-end də tamam bir ayrı dünyadır. Necə seçək? Bu mənim də yanıma məsələn insanlar gəlir ki, məsələn biz back-dən başlayırıq, frontdan. Deyirəm, yəni bunun qərarını sən özün verməlisən. Mən sənə işləyişi izah edə bilərəm.
Məsələn mən ən yaxın dostlarım, məsələn qardaşım belə məsələn gəlir, mən front öyrəndim, yoxsa back-end öyrəndim. Orada mən deyirəm ki, gəl mən sənə izah edeyim və sən özün də videolara bax, gəl istəyirsən kodlara bax, necəsə sən bunu özündə canlandırmağa çalış. Gör sənin marağın nəyədir. Mən öz üzərimdən getmiş bir şey deyəcəm. Mənə bunu heç kəs deməmişdi. Mən 2016-cı ildə universitetə daxil olandan sonra mən başladım CSS öyrənməyə və mənə yol göstərən yox idi. İndiki kimi bu gözəl podkastlar yox idi ki, insanlar baxsın, faydalansın. Ona görə də mən CSS-i PDF-dən oxuyurdum. Yəni yadıma gəlib Novruz bayramında otururdum, CSS-i PDF-dən oxuyurdum və atama dedim ki, mən proqramist olacağam. Amma sən heç birinci başda kod yazmağa, YouTube-a videoya bax, ora bax, bura bax, daha sonra yaz. Sonradan elə oldu ki, indiki dövrdə artıq bu roadmap var, hamıda var. Ona görə mən iki tərəfdə izah edə bilərəm. Məsələn, biz front nədir? Bizim ümumiyyətlə ən çox tərif alan, müştəri, müdirlər tərəfindən ən çox sevilən iş olaraq frontdur. Niyə görə? Çünki bir dənə butonun rəngini dəyişir və olur bu çox gözəl görünür. Hər şey əladır. Amma sən orada rənglərlə işləməyə bacarmalısan, kiçik piksellərə fikir verməlisən. Bunlar hamısı sənin biraz da səbr də lazımdır ki, o rənglərlə oynamağa bacarasan və düşünə bilərlər ki, müəllim Figma var da, yəni Figma-dan baxacaq. Bəzən hər yerdə Figma olmur. Yəni sən front-end kimi çalışırsan, Figma yoxdur. Sən deyə bilərlər ki, sən özün bunu canlandır və bizim üçün bir sayt hazırla ver. Amma backend-də isə o arxa tərəfi artıq bilməlidir. Amma backend-in məsuliyyəti də bir o qədər çoxdur. Niyə? Çünki sən front öyrənəndə HTML, CSS, JavaScript öyrənirsən, bir də React öyrənirsən, deyirsən ki, hə, mən artıq yavaş-yavaş frontam. Amma backend-də özünüz də bilirsiniz ki, belə deyil. Sən SQL-i bilməlisən, bir dili bilməlisən, plus bir framework bilməlisən, təhlükəsizliyi bilməlisən. Yəni təhlükəsizlikdə bir yəni sən hər şey yaxşı bilərsən, amma təhlükəsizlikdə bir problem eləsən, bütün şirkətin məhvinə doğru gətirə bilər. Ona görə də mən düşünürəm ki, mütləq şəkildə tələbələr olsun, insanlar olsun, ikisini də canlandırmalıdır özlərində ki, hansını biz hansına uyğunuq. Mən təəssüf ki, canlandıra bilməmişdim. Yəni mən frontdan başladım. 3-4 ay gördüm ki, yox da, yəni rənglər mənə uyğun deyil. Mən istəmirəm ümumiyyətlə bu HTML CSS-də işləmək istəmirəm. Ona görə back-end-ə yönəldim. Bəs ümumiyyətlə back-end öyrənməyə nə qədər vaxtınız getdi və bu realda həqiqətən nə qədər olmalıdır? Özümü şanslı hiss edirəm. Səbəb odur ki, mən öyrənən vaxtı süni intellekt yox idi. Süni intellekt olmadığına görə də yəqin siz öyrənən vaxtda süni intellekt yox idi. Ona görə də Reddit-dən, Stack Overflow-dan baxırdıq. 3-4 günümüz alırdı. Bəzən gecə yata bilmirdik ki, bu problemi necə həll edək. Sadə bir problemdir əslində. Bəlkə bir nöqtə vergül. Prosta biz o anı görə bilmirik. Amma indi necədir? Ən pis ehtimalda o həmin kod hissəsini atırsan və ya necəsə izah eləyirsən, o sənə deyir ki, bax burada da problem həll eləyirsən. O vaxtlar məni çox böyütdü. Yəni bu back-end kimi inkişaf mənim çox böyükdür. Bəs hardan başladım? Dediyim kimi HTML CSS-dən başladım. Bu da mənim biraz plusum idi. Niyə görə? Mənim indi işlədiyim aktiv deyil, PHP dilidir. PHP-də HTML-la aktiv şəkildə işləyirdi ya. Mən HTML CSS-i bilirdim deyə PHP-ni də artıq onun içərisinə mən belə deyək də yerləşdirəndə rahat bir artıq əlimdə saytlar olurdu. Kiçik forumlar hazırlayırdım, chatbotlar hazırlayırdım və mən motivasiyamı davam eləyirdim. Amma mənim unutduğum bir şey var idi. Mən dərinə enmirdim. Sadəcə öyrənirdim, YouTube videolarına, Udemy-yə baxırdım, öyrənirdim və artıq bir nöqtədən sonra gördüm ki, yox, yəni PHP skript dilidir. Mən funksiyaları öyrənməklə mən proqramist olmayacağam. Deməli mən fərqli məsələdən baxmalıyam. OOP-u öyrəndim. Ondan sonra solid prinsipləri olsun, digər belə deyək də dizayn paternləri olsun. Bu etap illər ərzində artıq bu mən öyrənməyə başladım. Öyrəndikcə artıq özümü əsl backend developer kimi hiss etməyə başladım. Süni intellekti desin. Məsəl üçün biz artıq hər gün istifadə eləyirik də süni intellekti. Süni intellektsiz hətta günümüzü keçirdə bilmirik. Elşəni deyə bilərəm. Elşən bütün gün ondan yazışır, nəsə öyrənir. Ümumiyyətlə bu süni intellekt sizə görə proqramlaşdırmanı çətin apardı, asan apardı, yoxsa biz onunla birgə çalışmalıyıq? Siz nə düşünürsünüz? Bu necədir? Süni intellektdə elədir ki, mən biraz front tərəfdən baxanda mən öz fikrimi deyəcəm, sadəcə inanmıram belə ola bilər, olmaya bilər. Görürəm ki, məsələn, bir artıq saytı front-end tərəfdən baxanda süni intellekt rahat işləyib verə bilir. Amma back-enddə bu çətinlik olur. Çünki back-enddə həmin arxitekturanı süni intellekt qurmaqda biraz çətinlik çəkir. Yəni sən özün də çox güclü bir bazan ola ki, sən o süni intellektdə o arxitekturanı izah edəsən. Kömək edirmi? Kömək edir. Mən düşünürəm ki, bizim işlərimizi çox asanlaşdırır günlük işlərdə. Sadəcə olaraq mən hiss edirəm ki, öyrənməni biraz mən özüm tərəf edirəm, biraz ləngidir. Çünki sən daim deyirsən ki, GPT ordadır, Gemini ordadır. Sən bir çox məlumatlar beynində yox, artıq orada saxlayırsan.
Bu mənə görə biraz özümdə hiss elədiyim minuslardır. Və daim sual soruşacağım biri var deyə. Mən düşünürəm ki, öyrənmək bir tərəfdən də biraz asanlaşıb. Yəni məsələn mən Node.js öyrənmək istəyirəm. Sual verirəm ki, Node.js-in belə deyək də mənə roadmap-ını hazırla. Deyir mən sənə hazırlayıram, sonra etap nələr edir, nümunələr verir, tasklar verir. Bu sənin sürətli öyrənməyini yaxşılaşdırır. Amma bu tərəfdən də rəqabət də var. Yəni ChatGPT-dən bir dənə mən istifadə etmirəm. Əvvəl necə idi siz bilərsiniz. Yəni kim ki search yaxşı bacarırdı, Stack Overflow-dan yaxşı istifadə edirdi, Reddit-dən, digər şeylərdən yaxşı istifadə edirdi, gedirdi qabağa və rəqabət biraz fərqli olurdu da. Amma indi ChatGPT-də eyni sualı mən də verə bilərəm, bir başqası da verə bilər, bir başqa. Bizi fərqləndirən nədir? Sual budur. Bəs bizi digərlərimizdən fərqləndirən nədir? Onun üzərində fikirləşmək lazımdır. Bəs ümumiyyətlə biraz texniki tərəfə gedəsi olsaq da, bu var monolit arxitektura, var mikroservis arxitekturası. Bu ümumiyyətlə həmişə mən görürəm ki, şirkətlərdə müəyyən mənada mübahisələrə gətirib çıxarda bilir ki, bizə həqiqətən mikroservis lazımdırmı? Ümumiyyətlə monolit həqiqətən pisdirmi? Yoxsa yaxşı tərəfləri də var? Biz həmişə monolitdən mikroservisə keçməliyikmi? Ümumiyyətlə bunlar arasında fərqdir, API-lərin dizaynıdır və s. və axır. Bunlar haqqında istəyərdim sizdən bir məlumat alaq. İkinci cümləyi yenə istifadə edəcəm, ikinci dəfə istifadə edəcəm. Özümü şanslı hiss edirəm PHP developerların arasında. Səbəb ondan ibarətdir ki, bankda işləyən developerlar izləyirsə, bunu çox yaxşı bilirlər ki, onlar mikroservislə işləyirlər. Ona görə onlarda belə deyək də o hissələrdə güclü olurlar. Mikroservis elə ki, sən GPT ilə öyrənə bilmərsən ya da oturub 2 dənə mediumdan dərs oxumaqla sən onu öyrənə bilmərsən, sən gərək praktik eləyəsən. Yaxşı, bəs praktik eləyək də niyə eləmir? Praktik etmək üçün də sən səbirli formada bir neçə servis hazırlamalısan, onların üzərində işləməlisən, onların arasındakı o əlaqəni qurmalısan. Yəni bu da biraz bir işdir. Yaxşı olar ki, şirkətdə mikroservis olsa, bəxtiniz gətirdi ki, siz bunun üzərində öyrənəcəksiniz. Mən ikisində də işləmiş biri olaraq deyə bilərəm ki, çox vaxt monolitdə başlayır bütün proyektlərimiz, daha sonradan keçir mikroservisə. Və hələ problem də Elşən bəyin dediyi kimi burada yaranır ki, niyə mikroservisə keçsin, yoxsa keçməyim? Ona baxmaq lazımdır. Məsələn, əgər bizdə kiçik bir layihədirsə, kiçik deməyəm, normal bir, yəni orta səviyyəli bir layihədirsə və orada yüklənmə problemi olmursa, bir neçə deməyəm, bir 10 dənə developer orada konfliktsiz işləyirsə, daha sonra orada hansısa sizin yazdığınız monolit proyektdə modullarda çökmə baş vermirsə, bu çökmə digər bütün sistemə təsir etmirsə, siz monolitdə qala bilərsiniz və bunun xərcləri də azdır. Amma bu dediklərim tamam əksi. Sizin yazdığınız modullarda problemlər olur. Artıq sənin komandan bu monolit sistemdə işləyə bilmir, kodlar bir-birinə qarışıb və artıq bu belə deyək də, bu problemlərdə artıq mikroservisi fikirləşmək lazımdır. Amma mikroservisi fikirləşəndə də sən fikirləşməlisən ki, sənin güclü komandan olmalıdır. Yəni bir komandanın sayı 100% ki, indikindən 2 dəfə, 3 dəfə çox olmalıdır ki, təsəvvür edin ki, əvvəl hər şey user, payment, hamısı bir yerdə işləyirdi, amma indi user servis olacaq, payment servis olacaq, hamısının özünün database olacaq və onlar arasında əlaqə qurulmalıdır. Sən CI/CD-nin olmalıdır. Bunlar hamısını sən nəzərə almalısan mikroservisdə. API mövzusuna toxunum. API mövzularında əsasən mən gördüyüm səhvlər nədir? Yəni gördüyüm səhvlər ondan ibarətdir ki, çox vaxt API-in o RESTful deyilir. Biz RESTful-dan istifadə etmirik, REST API-dən istifadə edirik. Çünki RESTful-un o 6 prinsipi var ki, biz o 6 prinsipə içmən daxil hamımız əməl etmirik. REST API-dən istifadə edirik. Orada da qaydalarda deyir ki, əgər sən 6 prinsipdən hansınasa riayət etmirsənsə, sən RESTful yazmırsan, REST API yazırsan. Ona görə də REST API-də ən azından əsas 3-4 dənəsinə biz riayət edə bilərik. Məsələn, bizdə necədir? Fronta çox vaxt verəndə bu API-ləri adları fərqli olur. Məsələn, URL adları fərqli olur. Tamam biznesin adına uyğun olur. Məsələn, müdir mənə deyir ki, məsələn, səbətə atmaq olacaq. Sən onun adını qoyursan səbətə atma endpoint. Elə əslində olmalı deyil. Amma sən qoymalısan bunu get user/id, məsələn, putu da eyni olmalıdır, postu da off olmalıdır və onu fərqləndirən o zaten REST API-ni bilirsə, o zaten başa düşəcək ki, yəni /users postdusa bu nə edəcək? User əməliyyatlarını save eləyəcək. Putdusa update eləyəcək. Bu formada. Ona görə də bir dənə də gördüyüm səhvləri var. Mən özüm bunu yaşamışam deyə, özüm səhvimdən öyrənmişəm burada. Çox vaxt qloballa işləyən proyektlərdə, yəni əsasən bu bank sistemlərində də ola bilər, versiyaları məsələn səbətə atma
tutaq ki, bir ya da buy bir düyməsi var. Biz onu yeniləyəcəyik. Həmin o yenilənmədə bizim proqramistlər gedir, həmin API dəyişir, modifikasiya edir. Və mobil tətbiqdə isə bu hamıda update olmur deyə bu başlayır digərlərində problemlər yaratmağa. Ona görə biz nə etməliyik? Bizim əgər köklü dəyişikliklərimiz olacaqsa, versiya 1, versiya 2, versiya 3 kimi ayırsaq, biz idarə etməni daha yaxşı eləyə bilərik. Məsələn, mənim işlədiyim proyektlərdə V1 olur, V2 olur və məsələn indi işlədiyim V3 olur. Mən yavaş-yavaş bütün userlarım o V3-ə keçəndə yavaş-yavaş digərlərini bağlayıram. Və bu mənə nəyimə yaxşı təsir edir? Ən pis ehtimalda nəsə problem olsa, rollback eləsəm, mən bilirəm ki, mənim eyni API-nin V2-si işləyir, amma V3-ündə isə modifikasiya etmişəm və V3 tamam bir fərqli məqsədə xidmət edir bu formada. Aydındır. Bir çox proqramlaşdırma dilləri var. Siz sırf PHP-ni vurğuladınız. Bəs sizə görə əsas fərqlər nədən ibarətdir? Məsəl üçün digər dillərdə biz desək, olsun Python, Go, Java. Ümumiyyətlə başlayan nədən başlasın ki, ona rahat olsun? Və nəyə əsasən seçsin? Nəyə əsasən seçsin? Biz yenə treyninqin üzərinə geçsək, bir tələbə gəlir, müxtəlif proqramlaşdırma dilləri var. Bu adam nəyə əsasən .NET, Java, Go və ya Python və s. seçsin? Ümumiyyətlə həqiqətən Python seçmək doğrudurmu? Xarici bazara, lokal bazara və s. də bunun da üzərindən. Mən fikirləşirəm ki, bunun seçimləri bu ən çox hamının qarşılaşdığı problemdir. Görürsən hansını öyrənməyə başlayıram da, yəni yaxşısını öyrənim, ən güclüsünü öyrənim. Yəqin siz də müəllim olaraq bununla qarşılaşırsınız. Bəzən gəlib deyirlər Java yaxşıdır, bəzən Python yaxşıdır. İndi hansı daha çox reklamı olsa bu. Mən düşünürəm ki, sənin məqsədindən asılı. Sən xarici bazarla işləmək istəyirsənsə, məsələn Python bizdə biraz daha az istifadə olunur. Bu bir reallıqdır. Məsələn data analitiklər Pythondan istifadə edir. QA komandası biraz Pythondan istifadə edir. Skriptlər yazılması, automation testing üçün. Amma ki, sənin məqsədin nədir? Sən enterprise bir sistemdə işləyirsənsə, bankda işləmək istəyirsənsə, böyük şirkətlərdə işləmək istəyirsənsə, yəni nə bilim xarici bazara çıxmaq istəyirsənsə, məsələn Java seçə bilərsən, Python seçə bilərsən. Bizim ölkədə daha çox hal-hazırda Pythondır, PHP-dir, C#-dır. Məsələn, mən özüm üçün belə kateqorizə etmişəm. Dövlət yerlərində işləmək istəyirsə, biz C# seçə bilərik. Amma məsələn, sən daha freelance işləmək istəyirsən, özəl sektorda işləmək istəyirsən, freelance layihələrin çox olmasını istəyirsənsə, PHP seçə bilərsən. Yox, mən bank kimi böyük yerlərdə işləmək istəyirəm. Yəni oran komandalar daha çox böyükdür. Yəni Java seçə bilərsən. Yəni sən yəni bu seçimlərini bu formada, yəni Azərbaycanda deyirəm, bu formada dəyişə bilərsən. Yəni seçə bilərsən daha doğrusu. Bəs ümumiyyətlə belə deyim də o Docker faylı kimi yazmalıdır. Mən öz adıma danışım, Docker faylı layihələrdə özüm yazıram. Amma mən düşünürəm ki, tam da özüm DevOps yazmalıyam mən düşünürəm. Məncə xeyr, ümumiyyətlə developer yazmalıdır. Mən nə bilim ki, developer ümumiyyətlə də nə cür olmalıdır, fayllar hardan gəlməlidir, necə run olmalıdır. Kimi sözsən yıxmalıyıq. Mən unutmuşam ki, siz də DevOps'uz ona görə. Yox, məncə yazmalıdır. Üstünə nəyisə yıxmaq çox çətindir. Məncə backend yazmalıdır və ya frontend yazmalıdır. Sadəcə DevOps uzaqbaşı onu daha yaxşı optimizasiya eləyə bilər. Onda belə çıxır ki, backend DevOps-u da azı çox bilməlidir. Təbii ki, məncə indiki dövrdə bilməlidir. Hətta bir çox development-da üzrə işləyən adamlardan Kubernetes falan, Docker istəyirlər. Docker dəqiq bilməlisiniz. Yox, sözsüz. Docker Git bilirsiniz, Docker bilirsiniz. Docker fayl yazırsınız. Məncə onu yaxşı bilirsiniz. Podkastda onu Məncə amma yox, indi bir məsələ var. Əslində gəlin onun sualı elə o cür qoyaq. Development nə edir? DevOps burada hansı belə deyim hissədə girir məsələnin içərisinə və nəyə görə məsəl ən çox xarici ölkələrdə developmentdan gəlirlər DevOps-a, amma bizdə sistemdən gəlməyə daha çox meyllidirlər. Bu haqqda ümumiyyətlə fikriniz nədir? Mənim öz fikrim odur ki, backend developer DevOps-da müəyyən qədər bilməlidir. Yəni o indi az əvvəlki zarafat idi. Sadəcə olaraq məsələn Docker-i biləcək 100%, Git-i bilir. Kubernetes-in hal-hazırdan işləyirəm, onu müəyyən qədər bilməliyəm. Amma incəliklərin bilsə yaxşıdır. İndi vaxtı varsa, öyrənə bilirsə öyrənsin. Bizdə mən də fikir vermişəm ki, daha çox sistemdən gəlirlər DevOps-a və DevOps-a başlayanlar da daha çox başqa birinci sistemi öyrənir, sonra ora keçir. Backend-dən keçənlər də var. Mən düşünürəm ki, backend-dən keçənlər də var, amma
bilmirəm, bəlkə gələcəkdə mən də sizin bir belə deyək də rəqibiniz olaram. Mən də DevOps-a keçərəm. Birinci tələbəmiz olur, sonra rəqibimiz. Qəşəng. Yəni Amma bir dənə bu qalmışdı ki, qonağa klient kimi ya bir dənə aşağıda vizit kart verin. Mən aşağıda vizit kart verin. bir dənə bu olmamışdı, bu da oldu. DevOps kurslarımız 99 manat 99 qəpikdən başlayır. Mənə amma açıq desən DevOps maraqlı gəlir, biraz da çətin gəlir. Səbəb odur ki, məsələn mən öz işlədiyim şirkətlərdə olsun, o arxa tərəfdəki o arxitektura olsun, nə bilim bəzən olur ki, bizdə səhv seçimlər olur, Amazondan işləyirlər, digər şeylərdən işləyirlər. Olan hamısı o DevOps-un məsuliyyətindədir. Biz sırada deyirik ki, filan şey düzəlt, digər şey düzəlt. Yəni mən düşünürəm ki, amma savadlı DevOps olsa, mən düşünürəm ki, yəqin siz də elə fikirləşirsiniz. Azərbaycan savadlı DevOps olsa daha doğrusu işi çoxdur. Yəni bir çox şirkətlərin buna məncə ehtiyacı var. Əslində hə, niyə də yox? Eşən müəllim düşünür ki, DevOps kreativ olmalıdır. Daima yəni ki, inkişaf yönümlü olmalıdır. İlk növbədə gitara da çalmalıdır. Yəni ki, o Mən da maraqlı gələn sosial digər rol bir. Bu sual da çox verirlər və bu sual da mübahisə doğuran suallardan biridir. Ümumiyyətlə developer və ya backend developer ilkin IT anlayışlarını bilməlidirmi və ya kompüter arxitekturasını bilməlidirmi? Bilməlidirsə hansı səviyyədə bilməlidir, bilməli deyilsə də ki, yəni niyə bilməli deyil? Mən buna biraz öz subyektiv fikrimi desəm, əgər sən hansı yaşda başlamağın asılıdır. Məsələn tələbələrim də olub və hər birinə individual yanaşmışam. Necə yanaşmışam? Yəni daha doğrusu məsləhət verəndə, nacizanə öz fikirlərimi deyəndə individual yanaşmışam. Necə? Əgər tələbədirsə bu adam, proqramlaşma öyrənməyə çalışırsa, indikilərdən bəzilərindən fərqli olaraq sırası qaçır. Yəni PHP öyrənim, Java öyrənim, yəni 6 ay sonra işləyim kimi yox da sən ümumiyyətlə bu kompüterin necə işlədiyinə baxmaq lazımdır. Daha sonra ümumiyyətlə bu təməl o dediyimiz o məsələlər ki var, onların hamısına gəlməli. Daha sonra sən başlamalısan ki, sən proqramlaşma öyrəndim, sonra hansı sahəni seçim, frontu seçim. Sənin çünki vaxtın var. Amma mən açığı deyim, məsələn 26 yaşında başlayan bir adamdır. Yəni başlaya bilərdi. Yəni başlayanları da görmüşəm. Gec deyil. 26 yaşlarında başlayan bir adamın qısa bir müddəti varsa, mən ona deyə bilmərəm ki, sən otur günə C++-la filan şeylər öyrən, onu öyrən, bunu öyrən. Deyə bilərəm ki, çox qısa məğzin başa düş. Təbii ki, başa düşməsən sən kod yaza bilmirsən. Amma sən ona lazımdır ki, ona bir motivasiya verilsin. Bu otursun öyrənsin. Zaten AI dövrüdür. Otursun öyrənsin, bir işə girsin, pul qazansın. Daha sonra da o adama onda məsləhət verə bilərsən ki, bax sən indi işə girmirsən, daxil olmusan, işləyirsən, pul qazanırsan. Sən başla bu təməlləri şeylə. Şəxsən mən öz adıma deyirəm və etiraf etməyə çəkinmirəm. Mən başlayanda təməllərdən başlamamışam. Yəni mən HTML CSS öyrəndim. Daha sonra biraz kompüterin necə işlədiyinə baxırdım. Zaten mənim öz ixtisasım kompüter ixtisası idi. Üzrə ixtisası idi. Daha sonra PHP öyrənmişəm. Hə, boşluğu gördüm, amma onda mən işləyirdim, artıq dala qayıtdım. Amma o işləyəndə mənə belə deyək də, mən zaten pozisiyalardan keçirdim. Junior, middle, senior. Orada mənə yəni o problem yaratmırdı. Sadəcə artıq mən gördüm ki, işləməliyəm. Okay, PHP-ni öyrənsən, yazırsan, on framework-unu işləyirsən, amma sən nəsə səndə əsir, onu zaten hiss eləyirsən. Normal düşünən adam bunu hiss eləyir. Geri dönüb onları öyrənə bilərsən. Amma indi bilirsiniz necədir, Eşim bəy? Biraz proqramlaşdırmaya başlayan o yeni adamların üzərində çox biraz sən riyaziyyatı bilməlisən, onu bilməlisən, bunu bilməlisən, bunu bilməlisən, onu bilməlisən. Amma həmin deyən adamların həqiqətən də mən yəni tanıyıramsa çoxsunda görürəm ki, özləri o formada başlamayıb. Siz nə demək istədim? Bilirəm, demirəm. Bəlkə mənə burada top atacaqlar kommentlərdə. Yox, bilməlidir, bəlkə sən özün də bilirsən, bilmirsən. Yəni məsələ bilsən də öyrənəcək. Sadəcə sən birdən-bir ona yükləyəndə mən şəxsən bunu belə deyək də test etmiş biri olaraq deyirəm. Götürdüm qardaşım, öyrənirdi. Amma ona götürdüm bu C++-ı verdim. Dedim bax sən bunu öyrənəcəksən, bunun üzərində alqoritm tasklar işte bunu elə o ancaq qara ekran görür, ürəyə sıxılır, heç nə. Bizə yəni ürəyə sıxılır, hələ o tuta bilmir o təməlləri tam başa düşə bilmir. Başa düşürsünüz? Mən ona götürdüm kompüter necə işləyişini yavaş-yavaş animasiyalarla izah etdiyim videoları atırdım. Daha sonra dedim ki, HTML öyrən, biraz HTML öyrəndi, forumlar yaratdı. Sonra biraz CSS-lə rəng qatdı. Sonra dedim bax, Python yoxsa PHP? Yaxşı, PHP seçirəm. PHP ilə biraz başladı registration eləməyə. Oradan dedim bax bazaya qoşuna. Yavaş-yavaş bu adam başladı. İndi özü rahat başlayır. İndi deyirəm də qayıt sən o təməlləri gücləndirməyə çalış. Yəni belə, mənim fikirlərim budur. Ümumiyyətlə təməl bilikləri mütləqdir. Yəni kompüter arxitekturasını bilməlidir, prosesin işləmə prinsipini bilməlidir, RAM-ın işləmə prinsipini bilməlidir. Onda insan olur da, sistem injineri, software injineri. Eynən. Yəni
sırf oturum kodu yazım, səhərsi günü xırda bir problem çıxdı. Həmçinin də administratorlarla proqramla məşğul olanlar arasında böyük bir konfliktlər olurdu. Sonra gəldi DevOps. DevOps deyəndə ortada. Onun da işindən İndi DevOps hamı ilə qırışır. İndi isə DevOps-u gətirmişdilər ki, nə o yandan qırışsın, nə bu yandan qırışsın. İndi isə DevOps da hər ikisi ilə qırışır. Ona görə də Elşən müəllim DevOps onda bir dənə də sual verim. Baxın, siz nə zaman hiss elədiniz ki, middlesız, nə zaman hiss elədiniz ki, seniorsuz? Yəni insan hansı problemləri həll etməyə başlayanda və ya yanaşması necə dəyişəndə hiss edir ki, o middle'dır, seniordur, arxitektdir və s. Mən açıq heç biriyəm. Səbəb odur ki, mən ümumiyyətlə başlayandan bəri, mən ümumiyyətlə normal həyatda çox da egosu olmayan, lovğa olmayan bir insanam. Niyə buradan daxil oluram? Yəni öyrənməyə açıq bir insanam. Yəni hər kəsdən bir şeylər öyrənməyə xoşlayıram. Bu IT də ola bilər, digər həyati məsələlərdə də ola bilər. Yəni sosial varlıq deyə bir-birimizlə danışırıq, nələrsə öyrənirik, məsləhət alırıq. Burada heç bir problem yoxdur. Biz bir-birimizi qırmağa gəlməmişik. Buradan başlayıram bu cümlədən. Mən 2016-dan bəri bu sahəyə başlayanda mən heç vaxt özümü junioram və CV atanda da o formada olmur. Sadəcə olaraq bəlkə də içimdə deyirəm ki, məsələn bu baxırdım ora CV-yə, yəni işin tələblərinə. Bunları bilirəmsə CV atıram, bilmirəmsə atmıram. Və daim öz üzərimdə işləyirəm, daim öyrənirəm. Və sadəcə bir şey bilirdim ki, mən fərqli layihələrdə işləməliyəm. Mən indi də özümə senior demirəm. Mən senior da deyiləm, middle da deyiləm, heç nə deyiləm. Mən sadəcə mənə verilən işi, mən intervyuda çox adam deyir ki, junior vaxtıda keçirdim də tutaq məsələn. Necə? Sadəcə deyirəm ki, mənə verilən işi mən sizə maksimum dərəcədə yəni yaxşı verməyə çalışacağam. Necə? Yəni task verilir, o taskı biz necə? Baxaq da bir task verilir, tutaq ki, nə bilim, çətin bir senior taskı deyək də məsələn. Mən o necə biləcəm? Mən işləyim, işləməyim, mən bunun qərarını verə bilmərəm. Mənə veriləcək, mən araşdırmalıyam, bunu etməliyəm. Və ayın sonunda da mən buradan maaş alacağam. Və yavaş-yavaş onlar insanı böyüdür və sən olursan engineer. Əgər mən siz necədir, niyə görə deyirəm? Məsələn, bəzən də görürük biz sosial platformalarda əsasən LinkedIn-də görürük. Birinci il junior, ikinci il middle, üçüncü il senior. Sən necə oldun, yəni bu qədər prosesi 3 ildə necə tapdın? Və bəzən də olur ki, biz 8 il adam işləyir, amma o yenə də bizim o senior dediyimiz, aslında senior dediyimiz pozisiyaya gəlib çata bilmir. Səbəb bilirsiniz nədir? Səbəb sadəcə sadə layihələr işləyir, oturub ancaq işləyir. İlla orada sayğac kimi işləyir, amma özünün o experience artmır, təcrübəsi artmır. Yəni belə. Elşən müəllim sizə görə həm proqramlaşdırma, həm sistemi nə qədər keçməlidir? Məsələ bilirsiniz nədən ibarətdir? İllər qətiyyən bu məsələdə önəmli deyil. Sənin 2 il ərzində, 1 il ərzində yaşadığın təcrübə, misal üçün gedərsən X bir yeni açılan şirkətdə, inanın mənə 1 il işləyərsən, orada sıfırdan hər şeyi özün qurarsan, daha çox təcrübəli olarsan. Yəni gəlib middle-a belə çata bilərsən, o qədər işləyərsən, o şirkəti sən ayaqda qaldırarsan. Amma gedərsən artıq illərdir oturmuş bir şirkətdə sənə bir ilə ancaq müəyyən aksesləri verərlər. Və sən ancaq orada müəyyən bir şeyləri öyrənə bilərsən. Bununla bu adamın o yaşantısı eyni deyil. Mən həmişə tələbələrə deyirəm ki, maksimum dərəcədə öyrənməyə başlayanda, yəni ümumiyyətlə nəyisə etməyə başlayanda, maksimum dərəcədə banklara gedin, maksimum dərəcədə yeni şirkətlərə gedin. Yəni orada görməyin, mən filan böyük şirkətə getdim. O sən sadəcə böyük bir şirkətə getmiş olacaqsan. Amma kiçik bir şirkətə gedib oranı qaldırmaq və ya banklara gedib hər gün bir iş ilə əlləşmək və sair və axır, bunun təcrübəsi tamam başqa şeydir. Mənim təcrübəm indi mən 2012-ci ildən IT oxumuşam, 13-dən 14-dən də belə laboratoriyalı qrup işləyirəm. 17-dən professional əsgərlikdən gələndən 5 gün sonra başlamışam işləməyə. Və yox, mənim DevOps olmağımın, misal üçün, indi qonaq qaldıraqda məndən danışırıq. Yəni görək. Mən başlamışam helpdesk-dən, yəni bu işin mətbəqindən gəlmişəm də. Helpdesk-dən, sonra Windows admin, sonra Linux admin, Linux engineer, sonra DevOps, DevOps-da həm lokal layihələr, 3 il mənim xaricdə təcrübəm var, nə bilim Amerika, İtaliya və s. və axır. Bunların hamısını toplayanda
mən yenə özümə nəsə demirəm. Kənardan baxan mənim təcrübəmə xoş söz deyirsə nə gözəl. Amma yəni bu formada illərin təcrübəsi yığılır da. 3 il ərzində mən həm xaricdə şirkətdə çalışmışam, həm burada çalışmışam. Bunu 6 il kimi nəzərə ala bilərikmi? Bilmirəm. Bunun cavabı sizdədir və ya izləyicilərimizdədir. Mən buna dair fikir yürütsəm, öz nə bilim biliyimə və ya təcrübəmə qarşı bir fikir yürütmüş olaram. O da ki, düzgün bir şey deyil. Özümüz haqqında danışmayaq. Hər kəsə təşəkkür edirəm. Bugünkü qonağımız Elşən Fərzəliyev idi. Ya bu sualı mən belə verdim. Nəyə görə? Çünki mən bilirdim ki, Elşən müəllimin ürəyi doldu. 2 aydır çəkiliş yoxdur. O xüsusi hazırlaşırdı. 2 həftədir ki, mənə dalbadal deyirdi ki, Akimran gəl çəkiliş elə. Gəl çəkiliş elə. Deyirəm, yaxşıdır, eləyək. Mən də ölkədə yox idim, təzə gəldim. Gələn kimi də razılaşdıq ki, sizə də təşəkkür eləyirik ki, gəldiniz. Mən istəyərdim xüsusi vurğulayım. Yəni bayaq siz də dediniz ki, o misal üçün də hansı müddətdə olmalıdır da. O müddət individualdır mənə görə. Nə üçün ola bilər ki, kimsə o təcrübəni tez bir zamanda qazandı. Elə ola bilər ki, 5 ildir işləyir, amma rutin işlə məşğuldur. Amma Elşən deyəndə ki, misal üçün balaca bir şirkəti qaldırmaq, bir də bank sektoru, mənə görə isə bank sektorunda baxır hansında. Mən bankda işləmişəm, mən orada yaxşı təcrübə yığmışam. Amma mənə digər yerə çağıranda yenə də bank sektoru idi. Mən maraqlanırdım ki, mən nə işlə burada məşğul olacağam. Və gördüm ki, yox, o məni geri atır. Yəni mən maaşa qaçmamışam, daha üstün maaşı idi. Yəni bank mənə görə ən ideal yerdir ki, sən özünü inkişaf elətdirəsən, öyrənəsən. Amma yenə də sən maraqlanmalısan ki, hansısa bir yerə gedəndə. Məsəl üçün bank sektorundan ayrılanda digər bank sektoruna gedəndə, atıram indi mən də Helpdeskdən başlamışam da. Məsəl üçün mən digər banka gedəndə mən deyirdim ki, tutalım, mən printer işinə baxmayacağam. Mənə artıq orada deyirdilər ki, yox, nə printer. Biz sənə firewall-a kimi icazə vermək istəyirik. Sən tam da Helpdesk kimi yox, IT specialist kimi gələcəksən bura. Ondan sonra mən razılıq vermişdim ki, mən digər yerə keçəcəm. Yəni ona görə bu spesifikdir. Kimsə də deyəndə tutalım, mən bunu bilə-bilə yenə də təkrar edirəm dedim. Elşən müəllimin bu mövzuda ürəyi doldu. Timbolə DevOps-la bağlı. Misal üçün kanallar da olur ki, misal üçün 6 saatı DevOps olacaqsan falan. Təbii ki, bu gülməli bir şeydir. Bir də ki, mən nəyi bəyənmirəm? Tutalım, hansısa bir iş yeridir. İş yeri başlayır, misal üçün də hər yerdə eyni problem olmayacaq ki. Biz təcrübə nə ilə gəlir? Bir çox problemləri görürük, başlayırıq bir-birimizlə kommunikasiyaya keçirik və nəyisə seçəndə tutalım 2 dənə produktdur. Soruşuq kim onu POC eləyib, kim yoxlayıb. Yoxlayandan sonra düzgün qərar verə bilək də. Ya da ki, müsahibəyə çağırırlar, soruşursan ki, başlayır orada. Özü nə görüb problemi, başlayır oradan sual. Ya da ki, öz egosunu tətmin edir. Egosunu da. Burada indi mən heç kimə söz atmıram, sadəcə reallığı deyirəm də. Ona görə də müsahibəyə gedəndə, həmən tip suallar veriləndə birinci fikir verməlisən ki, aha, bu tərzdə suallar gəlsə, deməli mən bu işlə məşğul olacağam. Yeni bir şeydirsə, təbii ki, getmək lazımdır. Mən qonağımızı çox yormadan son açılış. Sən yormadın. Sən bu iki qonaq təşəkkür edirəm. Əslində icazənizlə son sualımı vermək istəyirəm ki, bax bir tutaq başlamaq istəyən, öyrənmək istəyən bir şəxs hansı mənbələrdən istifadə edə bilər? Kimlərin videolarına baxa bilər? Hansı platformalarda kod yazıb bunu öyrənə bilər? Sizin özünüz istifadə etdiyiniz və ya eşitdiyiniz, bildiyiniz nələr var ki, biz onu belə deyim də bizim podkastımıza baxan gənc izləyicilərimizlə deyək, paylaşaq. Yeni başlayanlar mən düşünürəm ki, birinci süni intellektlə roadmap hazırlasınlar. Əvvəllər olmayanda biz yazırdıq. Mən özümdə də olub, məsələn, yazmışam, məndən yaxşı mütəxəssislərə sağ olsunlar, mənə roadmap hazırlayıblar, ya mənə kömək eləyiblər, dəstək olublar. Onu hazırlayandan sonra, o stepləri biz görəndən sonra biz internetdə müxtəlif saytlar var, Grex var, W3 School var. Orada biz başlayırıq yavaş-yavaş, yəni orada
lessonlar var, baxırıq ora. Həmçinin paraleldə Udemy-dən kurslara baxa bilərik. Daha sonra Coursera var, oradan baxa bilərik. Sonra YouTube var, baxa bilərik. Mən spesifik məsələn PHP üzrə olsun deyə bilmirəm ki, mən demirəm ümumiyyətlə ki, məsələn PHP-də məsələn filan şeyə baxaq ya da Java-da filan şeyə baxaq. Niyə? Bəzən olur ki, o tədris eləyən müəllim ya da dərsi keçən müəllim Udemy-də səsi falan danışığı mənə xoş gəlir, amma məsələn digər yoldaşıma xoş gəlmir, sıxılır. Ona görə də o seçməlidir ki, görüm mənə hansı daha yaxşıdır, mənə hansı daha öyrədicidir. Əsas burada roadmap-ın olur. Roadmap-ın oldu sən onsuz da bu günümüzdə o interneti istifadə edərək sən rahatca onları öyrənə biləcəksən. Amma öyrəndən sonra da mən olsam, mən də elə edirdim. Sonda belə deyək də, əgər yaxınlarınızdan bu pozisiyada işləyənlər varsa, sizi intervyu etməsini istəyərdiniz. Bu çox gözəl bir lüks olardı sizin üçün. Yaxşıca dostluğu, tanışlığı qoyaq bir tərəfə, məni bir dənə intervyu elə. İntervyudan sonra çıxarılan nəticələri bir dəfə də üzərindən keçərdim və uyğun yerlərə CV axtardım, başlayardım işləməyə. Çox sağ olun. Qısa və konkret. Və bir dənə də şey deyəcəm, bir şey demək istəyirəm, işə barədə. İş barəsində siz intervyuya daxil ola bilərsiniz. Bir keçən dəfələrdə bir komment gördüm ki, dostumuzun biri deyir ki, məsələn mən intervyulara gedirəm, kəsiləndə özümü yetərsiz hiss edirəm. Bu yetərsizlik deyil. Bu sənin həmin mövzuda bilməməyindir. Bu yetərsizlik deyil. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. O məşhur sözümüz var. Sadəcə olaraq sən intervyuya daxil olursan, nə isə bilmirsənsə, mən şəxsən istifadə etdiyim bir yöntəmdir. Mən həmin şəxsdən bunu mənə izah etməsini tələb edirəm, xahiş edirəm ki, məsələn, mən bunu bilmədim sənin bu sualından. Sən mənə bunu izah et. O adam nə fikirləşəcək? O adam fikirləşəcək ki, Mustafa bu sualı bilmədi. Tamam da bilməyə bilər. Mən də bəzi suallar verməyə bilərəm. Bəlkə də mən qarşımdakı intervyulasam, o da mənim suallarımı bilməyəcək. Amma Mustafa araşdırmağı istəyir, sonra soruşur, öyrənməyə həvəslidir. Yəni komanda yoldaşı olaraq bizə uyğun bir namizəddir. Yəni bu nüanslar, o yalandan o egosunu tətmin edən, o intervyu edən developerlar demirəm. Sırf həqiqətən də mən komandama mənə kömək edən bir yoldaş axtarıram ki, eləyiriksə, bunu 100% siz o yoxlasaz, o adam həqiqətən də gözündə bir növdə dəyəriniz artacaq ki, bu adam deməli məndən soruşur, edir. Bu belə deyək də işə götürəndə sadəcə biz texniki məsələlərə baxmırıq da, soft məsələlərə baxırıq. Bu məsələlərdə də diqqət eləsələr, mən düşünürəm ki, işə qəbul proseslərində yaxşı olur. Mən də hər zaman tələbələrimə deyirəm ki, tutalım, görürəm ki, hərdən demotivasiya olurlar, müsahibədən kəsilir. Deyirəm, sən gedirsən, hər müsahibə sənin üçün təcrübədir. Sən sual eşidirsən, bilmədiyin məqamlar olanda həmişə çalış ki, onu qeyd elə, yadda saxla, çıxan kimi yaz ginən bir yerə və başla onu araşdırmağa. Yəni, belə deyim də, hansısa bir ixtisas üzrə sən götürüb CV apply eləyəndə, onsuz da demək olar ki, eyni suallar veriləcəkdir. Biraz fərqli olacaq və artıq sən digər müsahibəyə gedəndə daha hazırlıqlı olacaqsan. Mənə görə gedib müsahibədən kəsilmək o demək deyil ki, hansısa namizəd demotivasiya olmalıdır. Əksinə, özünə belə deməlidir ki, mən təcrübə qazandım bu müsahibədən. Bir dənə də şey əlavə etmək istəyirəm vaxtınızı almadan. Bəzən olur ki, bu situasiyanı çox yaşayıram. Hazır olmayaq deməkdir. Yəni onsuz insan baxanda gözləsə heç vaxt hazır olmayacaq. Sadəcə olaraq çox təzə başlayanda bütün şirkətlərə CV atması, allı güllü CV atması mən düşünürəm ki, doğru deyil. Səbəb ondan ibarət ki, Azərbaycan balaca bir ekosistemi var. Top 10-15 dənə şirkət var. Top 10-15 dənə şirkətə sən hazır olmadan CV atsan, mən Java-nı bilmirəm. Məsələn, Java ilə bağlı hansı bir CV atsan, səni çağırsalar və sən keçməsən, sən növbəti dəfə çağırılma ehtimalı daha azdır. Yəni bunları nəzərə almaq lazımdır. Məsələn, özlüyündə fikirləşməlisən ki, məsələn, mən bu segmentdəki şirkətlərə getsəm daha yaxşı olar. Növbəti təcrübələrimdə bu segmentdəki şirkətə və növbəti təcrübələrdə bu segmentdəki şirkətlərə getmək lazımdır. Yəni hər yerdə CV atın, məni çağırsınlar, bir növ məni pulsuz intervyu etsinlər olmasın, bu gələcəkdə sizə çox pis qayıdacaq. Belə. Sözün qısası ağıllı hərəkət eləyib çox yol getmək lazımdır.
nəsə atalar sözündən falan demək istəyirdi. Gəlirdi. Bir də gördüm nəsə dayandı sonra. Nəfəs aldı. Belə, təşəkkür edirəm Mustafa Çox sağ ol, bəy. Çox dəvət xoş etdin. oldu. Bizim üçün də ümid edirəm izləyicilərimiz faydalı üçün də faydalı oldu, gözəl oldu. Kamran sən də çox sağ ol. Çox sağ ol. Təşəkkür edirəm. Bu Mən də günləri çox sağ möhtəşəm olun. idi. Təşəkkür Yəni edirəm. Sualların çox sağ ol ki, Sizin suallarınız üçün təşəkkür edirəm. qonağımız da sənə təşəkkür eləyir ki, çox yorulmadın bəli. dəstək oldu. Borcumuzdur. Təşəkkür Daha edirəm. çox qonağın yorulmaması üçün biz çalışacağıq. Bir-birimizə sual Yox, verir. birazdan sonra deyəcək ki, əgər istəmirsənsə podkastda yorum, mən əvvəl gör, sonra podkast çəkək. Amma gəl elə bax burdan izləyicilərimizə belə deyək də səslənək ki, onlar da istər Instagramda, istər YouTube-da rəylər bölümündə hansı qonağı istəyirlərsə, adlarını yazsınlar, bildirsinlər. Biz də onları dəvət eləyək. Həm izləyicilərimizin könlü xoş olsun, həm də onlar təcrübələrini həm bizlə, həm də hər kəslə bölüşsünlər. Bu belə. Bir daha təşəkkür Çox sağ ol, edirik. dəvət Gəldiyiniz Çox üçün. sağ ol. Həqiqətən çox söhbət maraqlı oldu. oldu. Yəni qısa, konkret, Və lakonik. aydın şəkildə hər Bəli. şeyi izah elədi. Çox sağ ol, təşəkkür edirəm. Qonağımız Push 30 şirkətində çalışan, backend developer kimi çalışan Mustafa Mustafayev idi. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Çox sağ olun və o sonda o möhtəşəm sözümüz Öyrənin. öyrədin.